Salam axşamınız xeyir olsun. İntegraldan 109-cu suala baxaq. Hissə 2-dəndir bu test. Deməli, sualda verir ki, şəkildə gördüyümüz f(x) funksiyası üçün integral -4-dən 0-a f(x) dx üstə gəlinsin integral -2-dən 5-ə f(x) dx. Yəni, birinci olaraq sualı həll etməmişdən qabaq qeydimizə baxsaq, integral f(x) dx-in integralı bizə fx verir. Yəni, biz də buradan -4-dən 0-a f(x) dx integralına baxsaq, o bizə fx verər və -4-dən 0-a. Yəni, o zaman da yuxarı qiymətindən, yəni f0-dan, yuxarı sərhəddən f-4-ü çıxarıq. Yəni, biz də şəklimizə baxsaq, aydın olur ki, şəklimizdə funksiya 0-da 2 alır. Yəni, f0 bərabərdir 2-dir. Funksiyamız -4-də, yəni x oxunu kəsdiyi nöqtə olduğuna görə f-4 bərabər 0-dır. O zaman 2 çıxılsın 0 bərabər 2 olur. İkinci integralımıza keçmiş olsaq, -2-dən 5-ə f(x) dx integralına baxsam, o da bizə fx-i verər, sərhədlər -2-dən 5-ə bərabərdir. f5 qiymətindən funksiyanın f-2 qiymətini çıxarır. Şəklimizə baxsaq, funksiya şəkildən aydın olur ki, 5 qiymətində 6 alır. Yəni, f5-imiz 6-ya bərabərdir. Funksiyamız -2-də 4 alır. Yəni, f-2 bərabərdir 4 olduğuna görə 6-dan 4-ü çıxanda 2 edir. Ümumi sualımız da bu olduğuna görə, deməli, burada 2 aldı, burada 2 aldı, 2-nin də üzərinə 2 gələndə 4 edir. Yəni, misalımızın cavabı 4-dür.